Və biz bağlanırıq gözləm otağına. Yenidən Yasir Ehsan gələcək. 3501 don SMS nömrəsi. Nura. Yasir Ehsan'a baxanda Filip Kirkorov'un cavanlığı yadıma düşür. Səsi də Qayaxanın səsinə bənzir. Tək onlar kimi ulduz ola biləsən, bəlkə də onlardan daha şöhrətli ola bildin. Amma bu da baxır, sən necə ifa edəcəksən indi səhnədə, münsifləri razı sala biləcəksən ya yox? Hansı mahnı ifa edəcəksən? Mübariz müəllimin ifasında olan Əlvida mahnısı. Repertuarından, Mübariz müəllimin repertuarından bir mahnı. Çox riskli bir addımdır, buyur səhnəyə. Yasir Ehsan 3501, 3505, 3510 ve 3550. Buyur Yasir. Çağlayan illere saçına düzüyor güllere bugünden azizim dünyaya elveda deyilem elveda bir zaman çarpar yürekli çakar şimşekli bir zaman hayata gerekli bir zaman çarpan yürekli bir zaman çakar şimşekli bir zaman hayata gerekli. Bir güneşli sönmüşsen el çatmaz hayala dönmüşsen günahkar gezmeyek dünyada elvida azizim elvida 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 çarpan yürekli bir zaman çakar şimşekli bir zaman hayata gerekli. Bir nur güneşli söndürsen el çatmaz hayala dönmüşsen günahkar gezmeyip dünyada elveda azizim elveda bir zaman çarpan yürekli bir zaman çakan şimşekli bir zaman hayata gerekli. Yasir Ehsan 3501. Yasir çok sağ ol. Maraqlı bir çıxışıydı.
gözlem otağına keçə bilərsən. Və münsiflər, üçlük haqqında Oktay müəllim, bugünkü ilk üçlük haqqında nə deyə bilərsiniz qısa? Yasər isə təbii ki, həmişəki kimi yaxşıdır və bugün də çox maraqlı bir ifa idi və özünə məxsus ifa idi və heç kimi özünü oxşatmaq istəmirdi və buna görə də alqışlanmalıdır. Mən məxsusi bizim musiqiçilərin bu mahnıda özlərini mənim çox xoşuma gəldi. Buna görə sizə sağ ol deyirəm və ən başlıcası bizim gitara super. Sağ olun. Mübariz müəllim. Qalan 2 nömrə çox əla idi. Aydındır, aydın. Təşəkkür ederim. Çox sağ olun. Yer gəlmişkən buradan öz təşəkkürlərimizi bildirmək istəyirik. Lalə ilə birlikdə rəqs edən Qrifron rəqs qrupuna və Şahinə xüsusi təşəkkürlərimiz var. Rühəngiz xanım, siz nə deyə bilərsiniz bu üçlük haqqında? O ki qaldı Yasirə. Yasir, qadan alım. Həmişə belə gözəl oxu. Vəssalam. Zülfiyə xanım. Yasər'in ifası, mən hətta Muradla da danışdım ki, dünya, aləm bu insanın vecinə dilinə barədə ancaq musiqi ilə vəhdətdir. Öz aləmindədir, ancaq musiqi ilə yaşayır. Ancaq o mahnını yaşayıb oxumaq ifaçı üçün çox böyük bir şeydir. Mahnını yaşayıb çatdırmaq bu artıq demək olar ki, o profesionallığa bir addım, onun çox şey ifadə edir. Yasir, səni buradan təbrik edirəm, təşəkkür edirik belə ifana görə. Yasir əla. Yasirə bir sözlə əla. Yasir o qədər sözlər deyildi ki, Yasirin və elə Zülfiyə xanım tam doğru buyurdu. Biz çıxanda səhnəyə Zülfiyə xanım bir müğənni kimi dedi, Murad, bir sən nə var? Onun dünya vecinə deyir, başa düşürsən. O dünya vecinədir. O öz aləmində öz mahnılarını yaşayır. Yəni o müsbət bir göstəricidir ifaçı üçün. Bəli, açıq bir, o deyir ki, başa o qədər rahat, o qədər arxayındır ki, o dünya vecinə və həqiqətən də dünya vecinədir ki, bizə belə gözəl ifalar göstərir, təşəkkürümüzü bildirir. Çox sağ olun. Aydın, təşəkkür ederim. Çox sağ olun.